Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin mühasibat soti ixtisası üzrə fənn müəllimi Musayeva Ayşə bugünkü mövzumuz mühasibat soti nəzəriyyəsi fənnindən mühasibatlıqda ikili yazılış sistemi olacaqdır. İkili yazılışın yaranması, əziz tələbələr, ikili yazılış sistemi 13-14-cü əsrlərdə ticarətdə İnşa etməsi nəticəsində İtaliyada yaranmışdır. Tacirlər əməliyyatları daha dəqiq izləmək üçün bu üsuldan istifadə etməyə başladılar. 1494-cü ildə Luca Pacioli bu sistemi ilgi şəkildə izah etmiş və mühasibatlığın əsas prinsiplərini qorumaqdır. Yaranma səbəbləri ticarətin genişlənməsi, kapitalın artması, maliyyə əməliyyatlarının mürəkkəbləşməsi və nəzarətlə ehtiyacın olması idi. İkili yazılışın mahiyyəti, deməli, ikili yazılış hər bir maliyyə əməliyyatının eyni zamanda iki fərqli hesabda debit və kredit əks etdirilməsi üsuludur. Burada qeyd etmişik, debit bərabərdir kreditə, debit məbləği həmişə kredit məbləğinə bərabər olmalıdır. Bu deməkdir ki, sistemdə heç nə etmir və artıq nəyisə yaranır. Bütün dəyişikliklər balanslı şəkildə əks etdirilir. Mühasibat sotunda əməliyyatların yerinə yetirilməsi üçün mühasibatlıq bərabərlik üsuluna baxmalıyıq. Ona da qeyd edim ki, mühasibatlıqda əməliyyatların yerinə yetirilməsi üçün debit və kredit mühüm bir vasitədir. Burada aktivlər bərabərdir, öhdəliklər üstəgələ kapital üsulu qeyd edilmişdir. Bu fəaliyyəti dayanan bir müəssisənin üsuludirsə, aktivlər bərabərdir, öhdəliklər üstəgələ kapital, üstəgələ gəlir, çıxası xərc isə fəaliyyət göstərən bir müəssisənin üsuludur. Bu arada onu da qeyd edim ki, sağ tərəfdə olan 4 əməliyyatımızı pasiv, sol tərəfdə olan tək bir əməliyyatımızı aktiv adlandıracağıq. Deməli, aktivlər real gözlə görünənlər, pasivlər isə real gözlə görünməyənlərdir. Biz onları görmək üçün mütləq hesabata baxmalıyıq. Deməli, burada mühasibatlıqda bütün resurslar və onların ifadəsi bu cür olur. Deməli, burada aktivlər nədir? Aktivlər müəssisəyə məxsus olan resurslardır ki, bunlara pul vəsaitləri, mal materiallar, torpaq, ikili avadanlıqlar və debitor borclarını deyə bilərik. Debitor borcları bir növ alacaqlı gedir. Öhdəliklər müəssisənin başqa bir müəssisə qarşısında olan borcudur, yəni öhdəliyidir. Bunlara kreditor borclarını, alınmış borcları hesab deyə bilərik. Kapital müəssisəni təsis edən zaman təsisçilər tərəfindən qoyulan pul vəsaitidir ki, onun nizamnamə kapitalı adlandıra bilərik. Gəlir müəssisənin fəaliyyəti zamanı hər hansı bir əldə edilən resurs və ya pul vəsaitidir ki, buna satışdan gələni, xidmətdən gələni misal göstərə bilərik. Xərc isə müəssisənin fəaliyyəti zamanı müəssisədən sərf edilən resurs və ya pul vəsaitləridir ki, bunlara material xərcliyə, məşəqqət xərcliyi misal göstərə bilərik. Burada uşaqlar dediyimiz kimi maliyyə bərabərliyi düsturunda hər hansı bir əməliyyatı yerinə yetirmək üçün mütləq P hesabı qeyd etməliyik ki, P hesablarımızda hər bir əməliyyat üçün P hesablarımızı göstərmişik. Burada aktivlərdə P hesabında debit sol tərəfdə, kredit isə bütün P hesablarda sağ tərəfdə yazıldığı üçün və aktivlərdə debit artmanı, kredit azalmanı göstərir. Digər 4 əməliyyatımız pasiv, bunlarda isə əksi olur. Debitdə azalma, kreditdə isə artmaq göstərilir. Niyə? Çünki bir növü pasivlər aktivlərin bir düzgüsü olduğu üçün, yəni yaranma mənbəsi olduğu üçün onları debitdə azalma, kreditdə artma göstəriləcək. Burada bir xərc əməliyyatımız özünü aktiv kimi göstərir, amma bunun da qarşısında mənfi işarəsi olduğu üçün mənfi ilə müsbət yenə toplanıqda mənfi olacaqdır. Gəlin biz bunu əməliyyat zamanı mühasibat sotunda T hesabında göstərək. Hər hansı bir müəssisəni təsis edək. Təsis edən zaman təsisçilər tərəfindən müəssisəmizə 5000 manat pul vəsaiti qoyulur. Deməli, bu vəsaiti 5000 manat qoyulduğuna görə bizim aktivimiz artacaqdır və aktivimiz debitdə 5000 manat və kapital qoyuluşumuz da artdığı üçün kreditdə 5000 manat göstəriləcəkdir. Və hər bir əməliyyatımızın T hesabımızı alıb pulda sahibi və nizamnamə kapitalı olacaqdır ki, ona da biz bayaq qeyd edərik ki, mühasibatlıqda debit və kredit əməliyyatı aparılan zaman ikisi bir-birinə bərabər olmalıdır və buradan da görülür. Debit məbləğimiz kredit məbləğimizlə
bərabərdir. İndi isə mühasibatlıqda mühasib bunu əməliyyatını aparmaq üçün də əməliyyat jurnalı qeyd etməlidir. Bu bizim əməliyyat jurnalımızdır. Əməliyyat jurnalında 3 hissədən ibarət olur. Deməli, tarix, hesabın adı, debet və kredit göstərilir. Biz hesabımıza pul vəsaiti adını verdik, nizamnamə kapitalı göstərdik və dedik ki, əməliyyat jurnalında hər hansı bir əməliyyat aparan zaman, istər aktiv hissəmiz olsun, istər pasiv hissəmiz olsun, ilk olaraq debet məbləği yazılmalıdır. İkinci hissədə isə kredit məbləği əks etdirilməlidir. Biz də burada birinci olaraq debet məbləğimizi 5000 manat və ikinci olaraq kredit məbləğimizi göstərmişik və yekunda əməliyyat jurnalında əməliyyatımıza ad verməliyik. Biz müəssisə yaradılan zaman sahibçi pul vəsaiti qoyulsun və əməliyyatımızın adı sahibçilərin nizamnamə qoyuluşu edib deyə olacaq. Deməli, ikili yazılış aşağıdakı mərhələlərdə tətbiq olunur. Əməliyyat baş verir, sənədləşdirilir, hesablar müəyyən edilir, debet və kredit yazılışı aparılır, hesablarda qeyd edilir və yekunda hesabatlar hazırlanır. Deməli, Azərbaycanda mühasibatlıq və ikili yazılış Azərbaycan SSR tərkibində olduğu dövrdə mühasibatlıq vahid sistem əsasında qurulurdu və ikili yazılış tətbiq edilirdi ki, 1991-ci ildən sonra, yəni müstəqillikdən sonra bazar iqtisadiyyatına keçid baş verdi. Mühasibatlıq sistemi yenidən quruldu. Beynəlxalq standartlara uyğunlaşma başlanır. Azərbaycanda ikilik yazılış sistemi tam tətbiq olunur. Müasir proqramlardan bir QuickBooks proqramlarından istifadə edilir. İkili yazılışın üstünlüklərinə baxaq. İkili yazılışın üstünlükləri bunlardır. Maliyyə nəzarətini təmin edir, sənədləri aşkar etməyə kömək edir, balansın düzgünlüyünü qoruyur, aydın və hesabatı asanlaşdırır. Diqqətiniz üçün